Herkese salam, YouTube kanalıma və növbəti vloguma xoş gəlmisiniz qızlar. İşdən sonra evə gəlirdim. Birinci gördüyünüz kimi marketə getdim. Qurban bayramında uşaqlara dolu toz salat var. Yəqin ki eşitmisiniz, bir ara çox məşhur olmuşdu. Soyuq əllər, isti ürəklər yarmarkasında yemişlər, çox bəyənmişlər, çox sevmişdilər. Mən də elə neçə vaxt idi deyirdim bişirəcəm, yəni sizin üçün hazırlayacağam. Qismət bayramaymış, getdim onun lazım olan ingredientlərini aldım, gəldim evə. Biraz keyfim yoxdur qızlar. Keçən vlogda da göstərmişdim. Mehrinin qızdırması var. Neçə gündür. Yəni ki özünü yaxşı hiss eləmir. Səhər elə işə gedəndə də qızdırması var idi. Dərman verdim, şam elədim və çıxdım getdim işə. Mən işdə olduğum vaxtda da qızdırması falan qalxmışdı. Kursa göndərməmişdim bugün. Düzdür, imtahanı verib. Bu arada imtahandan da keçib. Bugün imtahandan keçməsi barədə mesajımızı da almışıq. Çox sevinmişəm. Amma uşaq özü, yəni xəstəliyi mənə çox məyus eləyibdi. Səhər qızdırması var idi. Dərman falan eləyib çıxmışdım. Sonra yenə qızdırması qalxdı. Məktəbə göndərmək istəmədim, amma getməli idi, məcbur idi. Kitab qaytarılmalı idi. Həm də müəllimə demişdi ki, xatirə şəkilləri falan çəkək. Mən də istədim ki, Mehrinin də şəkilləri olsun. Məktəbə getmişdi, amma elə şəkillərdə də o qədər belə həvəssiz, keyfsiz düşüb ki, mən də indi evə gəlmişəm. Burnu üçün, boğazı üçün sprey aldım, dərman aldım. Evdə də qızdırma üçün bunlar var. Bunları istifadə edirəm. İndi düşüm gedim yanına. Səhər yeri falan yığa bilməmişdim. Mehrin burada yatırdı. Axşam yəni qızdırmasına nəzarət eləmək üçün. Yanımda yatızdıram 2-3 gündür. Gəldim yeri zadı yığdım, toparladım. Otağı dəhşət vəziyyətdə qoymuşdum. O vəziyyətdə yəni çıxmışdım. Yəni yığışdırmadım ki, Mehrin narahat olmasın, oyanmasın. Gəldim, yığışdırdım, elədim. İndi keçirəm uşaqların otağına. Keçdim uşaqların otağına. Uşaqların otağı bu vəziyyətdədir. Mehrinə şey eləmirəm, biraz belə xəstələnib deyə. Yəni ondan ummuram, amma Uğur nəcəbsə bugün məktəbə getməmişdi. Yerini yığmayıb, adətən yığırlar. Uşaqlar öz yerlərini yığırlar. Yorğan olanda biraz çətin olurdu deyə çox şey eləmirəm də. Amma belə təkcə adyal sərəndə üstünə onu rahatlıqla yığırlar. Nəsə yığmayıblar. Ev yoxdur. Mən buranı da tez sərqə səhmana salım. Mehrin burada paltarları falan var. Onları götürüm. Bugün əməsində məktəb var idi. Uğuru göndərmədim. Özü getmək istəmədi. Uğurun bilirsiniz ki, biz məktəbini dəyişmişik. Noyabr ayından 229 nömrəli məktəbə gedir. Amma çox təəssüf, heç belə düşünməzdim. Belə fikirləşməzdim. Amma Uğur adaptasiya ola bilmir. Yəni, sinifdə 40 nəfər uşaqdır. Belə deyək də, ümumi götürəndə, yəni sinif sadəcə olaraq biraz qəribədir. Yəni bəzi siniflər baxırsan ki, həqiqətən çox mehriban olurlar da, söz-söhbətsiz olur, uşaqlar bir-biri ilə yaxşı yola gedirlər. Çox qəribədir ki, bu sinifdə mən bunu görmədim. Yəni gələn uşağa çox belə, sonradan gələn uşağa belə yad münasibət var, istəməyən gözü ilə baxırlar sanki. Yəni mən belə hiss eləyirəm. Uğur da bunu hiss eləyir və çox təəssüf ki, Uğur heç cürə uyğunlaşma, yəni görmürəm də bu uşaqlar yoxdur, uyğunlaşa bilmir. Açığı deyim, fikirləşirəm ki, məktəbini dəyişim. Bilmirəm, yəni dəyişməkdə nə dərəcədə yaxşı olacaq, olmayacaq, yəni nətər reaksiya verər bilmirəm. Əslində o məktəbin yaxınlığında bir dənə də 145 nömrəli məktəb var. Mən nəzərimdə tutmuşdum ki, uşağı o məktəbə keçirdəcəm. Açığı ora istəyirdim. Ora istəməyimin əsas səbəbi də o idi ki, Uğurun burada, yəni Mərdəkəndəki məktəbdə bir sinif yoldaşı var idi. Məhəmməd adında oğlan idi. Bunlar dostluq eləyirdilər. Sonra Məhəmməd 3-cü sinifdə oxuyanda sinifdən çıxdı. Köçdü Qarayev tərəfə və dediyim o 145 nömrəli məktəbdə oxumağa başladı. Uğura da yəni məktəbi dəyişəcəm deyəndə həmişə nəzərimdə tutmuşdum ki, səni Məhəmmədin yanına aparacağam, yəni Məhəmmədin yanında oxuyacaqsan. Uğur ona hazırlaşmışdı. Daha sonra bilmirəm, olur da insan çaşır. Necə oldusa, yoldaşım qəti fikrini söylədi ki, yox, bu məktəbi tərifləyirlər, 229 nömrəli məktəbi tərifləyirlər, ora yaxşıdır, ora verək, Uğuru ora yazdıraq. Əslində qızlar, mən ümumiyyətlə, yəni o ərazilərdə oxumuşam, Qarayevdə yaşamışam, yəni oradan bura gəlmişəm də. 229 nömrəli məktəbdən 145 nömrəli məktəb bir-birinə yaxındır və onların ortasında bir dənə 238 nömrəli məktəb var. Mən şəxsən özüm 238 nömrəli məktəbi qurtarmışam və oxuduğum müddətdə də heç vaxt 229 nömrəli məktəbin yaxşı olduğunu eşitməmişəm də, yəni konkret olaraq. 238 nömrəli məktəbə onsuz da uğur qoya bilməzdik. Orada çünki ancaq Azərbaycan sektorudur, Rus sektoru yoxdur.
145-də rus sektoru var. Özü də orada böyük əksəriyyəti rus sektorudur. Yəni düşünün ki, 10 dənə sinif varsa, onun belə deyim də 7 dənəsi rus sektoru olur, qalanları Azərbaycan sektoru olur. Yəni ki, bəlkə də bəziləriniz eşitmisiniz, yəni o məktəbin adını. Yerli yataqlı Binəyi qədimdən ən yaxşı rus məktəblərindən biri olub. Nəysə, çox yanlış bir seçim etmişik. İndi fikrə düşmüşəm ki, Uğurun məktəbini dəyişim, 145 nömrəli məktəbə yazdıram. Özü də bu sinifə getmək istəmir. Yəni normalda Uğur heç vaxt dərs buraxmaz. Mən özüm də elə şagird olmuşam. Bizim evdə də çox belə nətər deyim, yəni çox vacib bir məsələ olmasa dərsdən qalmazdıq da. Yəni bizim üçün hava şəraitinin də önəmi yox idi. Yağışda, qarda, həmişə 3 uşaq olmuşuq, üçümüz də belə olmuşuq. Yəni əsassız heç bir səbəbə görə mənim atam, anam bizi məktəbə buraxmamazlıq etmirdilər də. Yəni qayğılarımız çox az olardı. Yəni Uğur da elə görüb, elə öyrəşib. Amma bu məktəbə qarşı o qədər həvəssizdir ki, dünəndən mənə dedi ki, ana getmək istəmirəm, icazə verərsən getməyim sabahlarım. Mən də açığı biraz belə pis oldum, dedim ki, yox, yaxşı necə istəsən elə olsun, getməm. Nəysə, bu günlərimi göndərmədim. İndi Uğurun məktəbi ilə bağlı, yəni bu fikirdəyəm ki, məktəbi dəyişək, sağlıq olsun, görək necə qərar veririk. Çünki özü heç məktəbə getmək istəmir, o məktəbə getmək istəmir, o sinifə getmək istəmir. Yəni orada 5-ci sinifdə bir dənə rus bölməsi var və sinifdə 41 uşaqdılar. Belə də olanda bütün pərakəndəlik olur da, artıq özünüz təsəvvür edirsiniz. Çox qruplaşmalar var, tək uşaqlar arasında yox, ümumiyyətlə valideynlər arasında da qruplaşma hiss edirəm mən. Yəni şəxsən mənə xoş olmayan bir kollektivin içində olduğumuz üçün ona görə düşünürəm ki, dəyişim elə məktəbini dostunun yanına göndərim, onun anası ilə özüm də yəni yaxşı münasibətdəyik. Həm də ki, şəhərdə elə bacımgillə qonşu yaşayırlar, onlar yaxındılar. Yəni ki, uşaqlar bir yerdə məktəbə də gedə bilərlər, lazım olanda bir yerdə məsəl üçün dərs eləyə bilərlər, yəni bir-birlərinə gedib gələ bilərlər. Sağlıq olsun inşallah. Mehrindən indi imtahanı keçdi, şükür Allaha, görək Mehrinin məktəb məsələsini necə eləyirik. Nəysə, çox danışdım qızlar bu barədə. İndi keçin buraları səliqəyə salın. Buranı da səliqəyə saldım qızlar. İşdən gəlmişəm, cummuşam evin canına. Belə səliqəli olanda fikrimi daha yaxşı toplayıram. Dağınıq olanda evdə özümü çox narahat hiss edirəm. Burada da paltarlar var, onları yığmışıq. Ütülənəcəkləri ayırıb, qatlanacaqları da qatlayıb götürəcəm. Bilmirəm, hələ biraz dincəlim eləyim. Ola bilsin ki, paltarları da ütülədim. Özümə biraz meyvə doğradım. Yemək yemək istəmirəm, hələ aclığım yoxdur. İşdən gəldim, yuxarıda gördüyünüz bəzi işləri tamamladım, düşdüm aşağı. Dedim, qoy meyvə yeyim, neçə vaxt heç normal meyvə yemirəm. Alınır evə, elə düzəldərəm, doğrayaram, qoyaram deyirəm. Ara bir elə ağzıma çiyələkdən falan belə şeylər atıram, amma neçə vaxt yəni fərqinə vardım ki, normal yemək yemirəm. Daha doğrusu meyvə yemirəm. Bu arada qızlar, bilmirəm, bu Türk kanalını siz izləyirsiniz yoxsa yox. Tuğba Caner kanalın adı. Mənim YouTube'a başlama səbəblərimdən biri məhz bu kanal olub. İlk olaraq bunları izləməyə başladım mən. Daha sonra bunları izlədikcə yavaş-yavaş Azərbaycanlı qızlar qarşıma çıxdı. Yəni bunları izləyirdim, düşünürdüm ki, görən bizdə də belə bir şeylər var, olsaydı mən də çəkərdim. Düzdür, bu xanım üzünü də göstərir, yoldaşını da göstərir, yəni ki, daha belə rahat çəkim eləyir. Həm də ki, artıq YouTube'da öz sözlərini demiş adamlardılar. Ən çox da market vloqlarını çox sevirəm. Yəni qarşıma köhnə vloqları çıxmışdı, sonra belə dərindən araşdırmağa, baxmağa başlayanda həmin dönəmdə də yəni evdəydim, məzuniyyətdəydim. Yəni boş olurdum da, bütün günü bunların videolarına baxırdım. Gördüm ki, yəni çoxdan ki bu videolardır, sonra uşaqları, övladları da dünyaya gəlib. Belə də yəni bütün həyatlarını YouTube'un qarşısında yaşayırlar. Yəni mənim YouTube'a başlama səbəblərimdən biri də budur. Daha sonra dediyim kimi bizim qızlar yavaş-yavaş qarşıma çıxmağa başladılar. Gördüm ki, Azərbaycanda da var. Elə qərar verdim, mən də artıq kanal işlətməyə başladım. Mehrin yatmışdı qızlar. Elə yatılı olanda da baxdım, qızdırması qalxıb yenə deyəsən. Bu termometrlərdən istifadə edirəm mən. İndi qoyacağım Mehrinə. Ölçək görək. Saxlayla. 5 dəqiqəyə yaxın qalır. Yox, 5 dəqiqədən yox, 5 dəqiqə yox. 5 dəqiqədən az bir müddətdə qalır. Sonra özü
elektrondur da, yəni özü bildiriş verir, götürüb baxacağam. Düzdür, elektron tam düzgün ölçüm eləmir. İndi o birisi ilə də gətirib ölçəcəm qızdırmasını. Amma baxıram ki, əməli başda yanır uşaq. Bilmirəm bu nədir, gəldi mehrini tutdu. Artıq havaların istiləşməyə doğru gedən vaxtıdır. Düzdür, bugün hava çox dəhşət oldu. Günəş oldu, sonra birdən-birə hava döndü, dolu yağdı. Çox qəribə bir hava oldu. İşdə olanda, yəni biz kafedrada qaldıqda çıxa bilmədik. İşdən çıxan vaxtımız idi. Dolu yağmağa başladı. Sonra yağış oldu. Sonra gün çıxdı. Mehrin də belə xalaları xəstələnib. Mehrin xəstələnən kimi elə bilirəm ki, sıraza arıqlayır, üzü zadı belə balacalaşır. Onsuz da balacadır. Bugün də heç nə yeməyib, ümumiyyətlə yeməyib. Heç nə yeməmisən, hə Mehrin? Ölçdüm qızlar, 38,4 göstərdi. İndi gətirib o birisini də qoyacağam. Müqayisə eləyəcəm, görüm. Çünki deyirlər ki, o daha dəqiq ölçür. Axırıncı səfərdə Mehrin belə xəstələnəndə məcbur təcili yardım çağırmışdım. Onu da mənə həkim demişdi ki, çalışın o birisi ilə ölçün. Amma o da uzun çəkir. Bilirsiniz ki, ondan da maksimal dərəcədə ehtiyatlı davranmaq lazımdır. Ona görə nəsə buna üstünlük verirəm ki, tez olur. İndi gətirim o birisi ilə də ölçüm. Əməli başda baxıram ki, istidir Mehrin. Heç nə yeməyib dediyim kimi. Biraz çay içib vəssalam. Məktəbə peçeniya qoymuşdum. Deyirəm də, bugün məcbur məktəbə getmişdi. Peçeniya qoymuşdum. Onu da heç yeməyib. Normalda yeməmiş gəlmir də. İndi də iştahı yoxdur. Belə ev səssizlikdir. Mehrin gimnastika eləmir, o yüzden bu yüzden getmir, danışmır. Ancaq yatır.